Yüz kimi bir körpü bu vəziyyətdədir. Sabirabad rayon Sarxanbərli kənd sakini Samit Məmmədov. Körpü bu vəziyyətdədir. Biz hal-hazır Sabirabad rayonu ilə bizim aramız 70 kilometrdir. Biz xəstəmizi ya bir sənət işinə rayona gedə bilmirik. Bu körpüdən deməli Moranlı kəndidir və Moranlıdan o biri kənddən Salyan rayonuna gedənlərin hamısı gəlib bu yoldan keçir. Həmin o kəndlərdə Şirvan yaxın olduğuna görə onlar Salyan rayonu o yol gedirlər. Amma biz heç yerə gedə bilmirik. Sarxanbərli kənd sakini Ağayev Yaşar. 3 kəndin əsas körpüsüdür. Bu körpünün bərpasında adəti qurumlar bizə köməklik göstərsin. Bizim əkin sahələrimiz o üzrə, xəstələrimiz qalır bu üzrə, xəstəxanaya çatdıra bilmirik. Yerə bir yarım saat, 1 saat yağış oldu, yolumuz tamam kəsilir. Yəni torpaq yoldu görürsünüz, gedib fırlanıb gələ bilmirik. 12 kilometr, 13 kilometr artıq yol gedib gəlməli yoxsa o da yer yağış yağanda vəbşə gedə bilmirik. Mən Mirzəyev Əlniyaz Mirzəqüloğlu 1961-ci ildə anadan olmuşam. İndiyənə qədər belə çətinlik görməmişəm. Nə boyda şeydir ki bu körpünü düzəltmək? Belə bir çətin şeydir, 10-15 min xərci var ki, heç olmasa bir alternativ yol. İstəsələr axşama kimi bunu tərəf edərlər. Burada insanlar heç olmasa bu xırda maşınlarına keçib gələ bilər. Bura nədir? Bura kömür məntəqəsinə oxşayır. Elə bilirlər ki, burada xüsusi bir ayrıcdır, nə bilim nədir. 6 saat, 7 saat biz çöldə işləyirik, gündə yani qızmar günlərdir də. Onun çoxsun yolda özdə əyaqla, piyada. Maşını saxla burada çıx get. Kimin 2 maşını varsa, köynədən külədən, birini o tayda saxlayıb, birini bu tayda. Bunyatov Zalış, Aşağı Muğan Kollektiv İdarəsinin baş mühəndisi. Deməli, Sarxanbərli kənd ərazisində olan, bizim balansımızda olan 2-ci Küryani Piket 24+50-də olan körpünün bərpası ilə əlaqədar biz Podraçı təşkilatla, yəni qalib təşkilatla 05-2026-cı ildə əlaqə saxladıq və tanış oldu. Müəyyən olundu ki, Podraçı təşkilat böyük layihələrlə görən təşkilatdır və biz ümid edirik ki, yaxın vaxtlarda, ayın 15-də deməli, texnikanın ora ağır sıvaylar vurmaq üçün ağır avadanlıqların ora gətirilməsi planlaşdırılır və biz tərəfdən də nə kömək lazımdırsa, biz kommunikasiya xətlərinin, müəyyən işıq xətlərinin verilməsində müəyyən köməklər nə lazımdırsa onlarla söhbət aparmışıq ki, köməkli bizi tərəfindən də nə lazımdırsa köməkli aparılacaq və həmin layihə 3 ay ərzində mən fikrimcə onlar böyük bir layihələr imza atırlar. Bu onlar üçün məsələn adi bir körpünün tikintisidir. Yəni 3 ay ərzində körpünün tam bərpa olunaraq istifadə verilməsi mümkün olacaqdır.